Sağ ol. Sağ ol. Köməkliyim. Sağ ol. Bugün həftəlik təmizlik günümdür. Həftədə bir dəfə mütləq etdiyim işlər var. Əvvəlcə yataq dəstlərini dəyişirəm, sonra isə çıxardığım köhnə yataq dəstlərini yuyulmağa atıram və 40 dərəcə temperaturda yuyuram. Tekstil dizayneri və bu sahədə çalışan biri kimi məsləhət görərdim ki, yataq dəstlərini 40 dərəcədən yüksək temperaturda yumayasınız. Çünki yüksək temperatur parçanın rənginin solmasına və keyfiyyətinin zəifləməsinə səbəb ola bilər. Yuyucu vasitələrə gəldikdə isə bir müddət əvvəl satıcının tövsiyəsi ilə 2 fərqli məhsul seçmişdim və onlardan çox razı qaldım. Onlardan biri yaşıl, digəri isə çəhrayı rəngdədir. Yaşıl rəngli məhsulun üzərində 99% bakteriyanın məhv etdiyi qeyd olunub. Mən onu əsasən ağ geyimlərdə, alt paltarlarında, dəsmallarda və yataq dəstlərində rahatlıqla istifadə edirəm. Çəhrayı rəngli məhsulu isə daha çox rəngli geyimlər üçün istifadə edirəm. Həm ləkə çıxarıcı, həm də parça üçün parıltı və təravət verən vasitədir. Üstəlik geyimlərdə xoş qoxusu uzun müddət qalır. Bu dəfə mağazaya gedəndə həmin məhsullar qalmamışdı, hamısı satılıb. Amma yolum yenə düşəndə alacağım və həm məhsulları, həm də həmin seriyadakı digər vasitələri sizin üçün çəkib paylaşaram. Yataq otaqlarında işlərimi bitirdikdən sonra mətbəxə yönürəm və mətbəxdə işlərimi davam elətdirirəm. Əvvəlcə soyuducunu təmizləyirəm, rəfləri silirəm, içərisində olan ərzaqları, tərəvəzi çıxardıram, xarab olanları ayırıram və yenidən soyuducuya yığıram. Bu arada soyuducuda yer kökünü və xiyarı uzun müddət saxlamaq istəyirsinizsə, mütləq paketin içərisində saxlayın. Belə olduqda daha gec xarab olur. Əgər soba çirklənibsə, sobanı təmizləyirəm və qaz adətən məndə həftəlik təmizliyə aid deyil. Çünki demək olar ki, hər gün yemək hazırladıqdan sonra qazı silib təmizləyirəm. Bu arada mən qazı artıq neçə illərdir ki, nəm salfetlə təmizləyirəm. Sizə də tövsiyə edirəm, yoxlayın, nəm salfetlə təmizlik olar deyib keçməyin. Həqiqətən də ətrafımda olan hər kəsə demişəm və hər kəs elə eləyir. İnanın ki, yəni qazı əlavə, belə deyim də, xüsusi vaxt ayırmağınıza ehtiyac yoxdur. Hər dəfə yemək bişirdikdən sonra nəm salfetlə silirsiniz. Nə yağ qalır, nə iz qalır, heç nə, tərtəmiz də olur. Mətbəxdə işlərimi bitirdikdən sonra qapıları silirəm, televizor ekranlarını və toz yığıla bilən digər səthləri təmizləyirəm. Belə xırda işlər çox vaxt aparmasa da, yəni evin ümumi görünüşünə böyük təsir edir. Daha sonra hamam və tualetə keçirəm. Bu isə yəni çox vacib mərhələlərdən biridir. Yaxşı-yaxşı yuyub təmizlədikdən sonra son olaraq bütün evi süpürür və silirəm. Bu işlər bitəndə isə özümə bir çay süzürəm, oturub yorğunluğumu çıxarıram. Belə, həftəlik təmizlik işlərimizi də tamamladıq və yeni həftəyə daha rahat və səliqəli bir evdə başlayırıq. Şokoladlı, kakoslu keks hazırlayıram. Bunun üçün bizə 4 ədəd yumurta lazımdır. Məndə yumurtalar kiçik olduğuna görə 5 ədəd istifadə elədim. 5 ədəd yumurtanı qaba əlavə edirəm. Üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirəm və mikserlə köpürənə qədər qarışdırıram. Üzərinə 1 stəkan duru yağ, 1 stəkan süd, 1 paket qabartma tozu, 1 paket şəkərli vanilin, 2 stəkan kakos, 2 stəkan da un əlavə edib qarışdırıram.
Son olaraq üzərinə xırda-xırda dobradığım şokolad da əlavə edirəm. Ama indi bunu mikronovkaya da koymalısınız. Duxovkaya qoyacaq pişsin. Ne yiyeceksin? Keks, şokoladlı keks. Keks qəlibini kərə yağı ilə yağlamışam və xəmiri əlavə edirəm. Öncədən isitdiyim 180 dərəcəli sobada bişməyə qoyuram. Bu arada keksin qəlibdən yaxşı çıxmasını istəyirsinizsə, mütləq kərə yağı ilə yağlayın. Kakoslu keks yeməmisinizsə, mütləq sınayın. Keks bişdikcə kakosun ətri bütün evi bürümüşdü. O qədər gözəl ətri gəlirdi ki, dadından isə söz ola bilməz. Salam, hər vaxtınız xeyir olsun. Gedirəm Əsmanı məktəbdən götürməyə. Sonra burada bir təzə mağaza açılıb. Təmizlik məhsulları satırlar. Ora gedib dəymək istəyirəm. Oradan da poçta keçəcəm, sifarişlər var. Onları verim. Sonra inşallah evdə görüşərik. Bunu çox tərifləyirlər. Təzə çıxıb. Ləkə çıxarandı. Bundan alacağım. Rənglilər üçün. Hətta birini götürüm indi. Ora paraşokum var. Bir dənə belə əl kremi götürüm. Domestos götürürəm. Bir dənə belə diş pastası götürürüm. Bu Almanya istehsalıdır. Yıxlayaq. Burada Arap sabunu var. Mis gibinin. Sonra elə mağazanın adı da mis gibidir. Burada da sodası var. Çamaşır sodası. Yəni çox mağazada yoxdur onlar. Nəm salfetkamız bitib. Nəm salfetka götürəcəm. Qutaram qızım, az qaldı. Az qaldı. Bunu da çox tərifləyirlər. 2% salisilik asiddir sızanağa qarşı. Fiyrini mən belə böyük qablaşdırmada görməmişdim. Birinci dəfədir burada gördüm. Demək, aldıqlarımı belə yığmışam. Bir-bir göstərməyəcəm. Yəni mən hazırda çekidi əlimdə tutmuşam. Qiymətlərini deyəcəm. Özünüz qiymətləri müqayisə edərsiniz. Bilmirəm mən, yəni dəqiq bilmirəm də marketdə neçədir, çünki qiymətlər fərqlidir. Deməli, burada orada olan 2 böyük rulon salfetkanı almışam. Deməli 4 manat 10 qəpiyə. Sonra şampunu almışam. İkili şampun bir yerdəydi. Kampaniyadaydı. 8 manat 25 qəpiyə. Domestos 6 manat 30 qəpik. Ləkə çıxarıcı omo 10 manat 25 qəpik. Daha sonra dörtlü süngər 2 manat 40 qəpik. Sonra Pamilux soda 2 manat 50 qəpikdir, 60 qəpikdir. Yaxşı seçilmir. 2 manat 60 qəpikdir deyəsəm. Sonra diş pastası 4 manat 25 qəpik. Sonra dezodorant 3 manat 90 qəpik. Qabuyan sim 50 qəpik. Qulaq çöpü 1 manat 10 qəpik. Sonra əl kremi 1 manat 63 qəpik. Diş çöpü 63 qəpik. Sonra bir də tualet kağızıdır 12 manat 50 qəpik. Belə. Bu mağaza Masazırda yerləşir, Qurtuluşda. Yeni açılıb. Mən də dedim gedim baxım. Deyilənə görə qiymətlər də münasibdir. Mən sizə qiymətləri oxudum. İndi özünüz müqayisə edərsiniz. Mənim gördüyüm qədərilə, yəni ucuz məhsullar var idi və onu da deyim ki, bütün məhsullar tam belə deyim də Türkiyə istehsalıdır. Həftəlik işlərdən biri də ütü işidir. Axşama saxlamışdım. Həftəlik ütüləyəndə mənim üçün daha rahat olur. Artıq həftə içi ərzində, yəni geyimlər hazır olur. Və həftə sonuna yenidən yığılır, yuyulur və yenidən ütülənir. Yəni bu döngü davam edir.
Bu gün ilk dəfə olaraq Sezar salatı hazırlayıram. Bu günə qədər mən heç vaxt Sezar salatı yeməmişəm. Nə məclisdə, nə restoranda, yəni heç vaxt bu salat mənim diqqətimi çəkməyib, məni heç vaxt cəlb etməyib. Amma bu dəfə nədənsə hazırlamaq istədim. İlk olaraq çörəkləri kub formasında doğrayıb zeytun yağında qızardıram. Bu xırtıldayan çörək tikələrinə kruton deyilir və salata xüsusi dad verir deyilənə görə. Daha sonra toyuq sinəsini duz və istiot vurub qızardıram. Kahı və kiçik çeri pomidorlarını da doğrayıb xüsusi sos istifadə edirəm. Amma mən bu sosu heç bəyənmədim. Bilsəydim özüm hazırlayardım. Yəni bu sosu hazırlamaq üçün yumurta, sarımsaq, zeytun yağı, duz və istiot kifayət eləyir. Hamısını bir qaba yerləşdirib blenderla əzirik və artıq sos hazırdır. Son olaraq da üzərinə parmesan pendiri səpilir. Mən parmesan pendiri tapmadığım üçün adi Holland pendirindən istifadə elədim. Bu salatı hazırlayarkən, daha doğrusu reseptini axtararkən tarixini də biraz araşdırdım. Bu salat İtalyan aşbaz Sezar Cardini'nin adı ilə bağlıdır. Restoranda adam çox olduğundan, yəni əlində olan ərzaqları bir-birinə qarışdıraraq belə bir salat hazırlayıb və bu salat çox bəyənilib. Cəmaət salata Sezar Cardini'nin adını verib. Yəni tarixi də belədir. Bugünün sifarişlərini də göstərim sizə. Belə bir dəstimiz var. Artıq bu dəsti görübsüz. Çox gözəl görsənir sarı ilə dəstləşdirəndə. Daha sonra belə bir dəstimiz var. İri çiçəkli belə yorğan üzüdür. Saya döşək üzüdür və çiçəkli yastıq üzləri var. Bu parçamız yadınızdadır. Gələn kimi bitən həmin o parçadır. Belə çəhrayı döşək üzü, çiçəkli yorğan üzü və çiçəkli yastıqları var. Daha sonra belə bir dəstimiz var. Bu da çox zərifdir. Belə güllü yorğan üzü var. Ağ rəngdə seçmişəm buna. Elə bilirəm ki, ağ daha da belə zərif göstərir bu dəsti. Sonra belə olmazsa olmaz ürəkli dəstimiz var. Ürəkli yorğan üzü, saya qırmızı döşək üzü və ürəkli yastıq üzü var. Bir də bu parça. Bu parça da o qədər bəyənilən parçalardan olub. Az qalmışdı, belə deyim də bir ədəd qalmışdı. Bu da öncədən bron edildiyinə görə bugün hazırlanıb. Yastıq üzləri də belə iri çiçəkli yastıq üzləridir. Saya belə üzərində olan gülün rənginə belə rəngdə döşək üzü seçmişəm. Gül qurusu deyilir də bu rəngə. Üzərində də var o rənglər. Sonra yenidən belə çiçəkli də yorğan üzü hazırlamışam. Bu formada bugünün sifarişləri də belə. İndi sizə mən bu gözəllikləri göstərim. O qədər gözəldir hər ikisi də. Deməli bunun bu nədir? Əvvəlcə onu deyim. Bu pakrivaldır. Yatağın üzərindən örtmək üçündür. Deməli ürək hissəsi çəhrayı olanı var, qırmızı olanı var, bir də kapuçino rəngi olanı var. Hər üçü də çox gözəl görsənir. Qırmızını daha çox cehizlik alırlar, belə deyim. Bunu da həm uşaq otağı üçün, həm böyük, həm gənc qız, yəni fərqi yoxdur, çox gözəl görsənir. Çox xoşuma gəlir bu. Daha sonra belə bir pakrivaldır, bu da çox qəşəngdir. Bunun rəngləri mavi ilə bozun qarışığıdır. Maviyə də oxşuyur, boza da oxşuyur da, yəni belə. Bu da çox qəşəngdir. Bunun da rəngləri var. Çeşid çoxdur, həddindən artıq. Sadəcə olaraq bunlar seçilib sifariş olunanlardır. Bundan çox az qalıb. Bir maksimum, yəni 2 sifariş hazırlana bilər. Yəni ondan artıq parça azdır. Amma bundan var. İstəsəniz bu çox qəşəngdir. Bunun da bu güllərinin fərqli rəngdə olanı da var. Səhv eləmirəmsə 3 rəngdə idi. Çəhrayı, qəhvəyi, bir də belə boz rəngi. Çox qəşəng görsənir. İnşallah tikim hazırlayım. Çarpayının üzərində də göstərəcəm növbəti vloqlarda. Axşam saat 9-dur. Hüseyin, mən, Hüseynin sinif yoldaşı, anası danışmışıq ki, hər gün axşam saat 9-da çıxaq gəzək, yürüyüş eləyək. Bir ay. Bugün birinci günümüzdür. Gedirik.
Əsmanın xəbəri yoxdur. Çıxmışıq evdən. Yoxsa deyəcəkdi ki, mən də gedirəm. Biz də onun ayağından gəzə bilməyəcəyik də. İstəyirik ki, bir 10 min addım ataq. Amma Əsma qoymayacaq. Ora girək, baxaq, bunu alaq, gəzə bilməyəcəyik. 10 min yox, 10 saniyə gəzib qaydasız. Hə, görək də. Görək birinci kim cığalçılıq edəcək. Mən indidən yorulmuşam. İndidən təkcə nəfəs olmuş. Qəsr var. Hə, Qəsrin qapandı. qəsr ona niyə Post var, gedirik ki? Yalan demə. Yol boyu mən başımı bişirir. Özünə oyun aldırmaq istəyir kompüter üçün. Kompüter üçün. Hə, Yalan söhbət, mən oxuyan uşağım. hə, mışq istəyir, klaviatura istəyir. Sonra Notebook Oyun. aldığı, bir də oyun. heç nə. Nə qədər eləyir? 60 var. 60 var. Uşağınız oyun istəyirsə, gedin alın. Həqiqətən, yəni 3 günlük dünyada, hə? vallahi 3 günlük dünyada vaxtınızın qədrini bilin. Onlar ki, sizi bu qədər sevir, bu qədər sizi çox istəyir. Yəni sənə də Yo, alacam Hüseyn Uje. İlkin sək Afrikadan uşaq gətirmişik. Gəldik evə, deməli 11756 addım atmışıq. 360 kalori yandırmışıq. Məncə yaxşıdır.